Herkese salam dostlar, yeni bir video ile karşınızdayım. Bu videoda Supercell'lerin hediyeleri bitmek bilmir. Bu yaxınlarda da bura bir dənə mücadilə gətirmişdi. Əgər 80 min dənə görev tamamlaya bilsək, bizə hərəyə 2 dənə mega kutu verəcəkdi və gördüyünüz kimi də burada görevləri biz tamamlamışıq. Ona görə də Supercell'in hədiyəsi hər hesaba 2 dənə mega kutu verir dostlar. Burada da gördüğünüz kimi tamamlamışıq. Yenilənməyə keçibdi. 23 saat ərzində yeni tamamlasaq, yenə də 2 dənə mega kutu verəcək bizə. Və videomuza keçməmizdə də bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Və hazırsınızsa keçək. Gəldik uşaqlar marketimizə. Buradan da ilk ana hesabımla başlayıram həmişə və inanıram ki bu ana hesabıma bu səfər nəsə çıxar. Həmişə ana hesabımıza heç bir şey çıxmır uşaqlar. Və bastım. İnşallah 10 yazar və 9 yazdı. 9 yazdıqda da bir şey vermir. Uzun bir aradan bizə də mega kutu da vermir bu arada. Çox özləmişəm daha doğrusu. Sizlərə nə çıxdı dostlar? Onu da yorumlarda yazmağı unutmayın. Və bastım. Yenə 9 yazdı. Həmənki olduğu kimi bizim ana hesabımıza heç bir şey vermir uşaqlar. Və bunu da açıb gələcəm yan hesabımıza. Və gəldik videonun əvvəlində də deməyi unuttum uşaqlar. Hər hesabların təxmini 2 verəcəkdi hər hesaba. 12 dənə falan atacaq və 12 kutu içərisində biz bir şey çıxarda biləcəyik ki uşaqlar. Bu hesabdan biraz ümidliyəm özümə görə. Bu hesab çox şanslı bir hesabdır və 9 yazdı uşaqlar. Mega kutulara nəsə olub? Əvvəl 5 yazanda heç nə çıxmırdı. İndi 9 yazanda heç nə çıxmır. Əvvəl 9 yazdırmaq çətin idi. Çox çətin idi. Hətta bəzi şanslı kişilərə 9 yazırdı. Və bastım yenə 9. Bu 9 rəqəmi bizdən bir əl çəkmədi uşaqlar. Və 3-də parladı uşaqlar. Və nə verəcək? Bunun hansı kostümdür bu? Kanza ejderi bul. Qəşəng kostümə oxşur. 79 taşdı məncə uşaqlar. Belə daha yenə nəsə çıxarda bildik, ona sevinək heç olmasa. Uşaqlar və gəldik uşaqlar. Buradan da yenə marketə girəcəm. Çünki ödülümüz marketdədir. Baxaq şöyle yaxşı təklif var buralarda, nə var? Çörtən rıtı 399'a verir savaşla bir yerdə. Məndə amma çörtən rıtı var, özü yoxdur. Ana hesabımda daha doğrusu. Bastım. 9 yazdı. Mən əminəm ki, mən bundan 100 dənə də atsam, yenə də 9 yazacaq da mənə. Heç bir şey çıxmır uşaqlar, heç bir şey. 1000 ana hələ almamışam mən bu hesaba. Belə qəşəng oyuncu rozeti çıxdı uşaqlar. Bunun burnuna baxın bir dənə. Yenə yaxşı rozetlər verir və yenə 9. Of uşaqlar və 4'də parladı. Colt'un hansı kostümüdür bu? 29 taşlıq kostüm verir. Haydi bir 10 üstü yaz da. Haydi 10 üstü. Bizə 10 üstülərlə gəlsin. O bir hesabımda açmışdım. Deneyim hesabımda o. Onu yəni videoya daxil etmirəm. Və gəlirəm buradan 2 dənə mega kutu daha açırıq uşaqlar və darıxmışam bunun belə şəkillə mega kutu və yenə 9 yazdı uşaqlar və 6'da parladı bu səfər. 5'də də parıldayır uşaqlar və Ender savaşda çıxartdıq. 4'də də parıldayır. Oha! 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 3 sənə savaşda çıxartdıq uşaqlar. Bu nədir? Oha! Bir mega kutudan 3 sənə savaşda çıxdı uşaqlar. Oha! İkisi də endirdi amma mən belə şey görməmişdim. 3 sənə savaşdı. Oha! Burada hiperşarj verir. Bu nə? Digər hesabımıza buradan da həmişə olduğu kimi dükkana girirəm və buradayım mega kutuları almışlar. Bir dəqiqə. Ala bir yax buna girmişdi. Yəni heç nə uşaqlar bura. Və gəldik uşaqlar bu hesabımıza. Digər hesabda açmışdım, çağırıb eyni hesaba girmişəm və gördüyünüz kimi burada da 2 dənə mega kutumuz var uşaqlar.
Və o mega qutunu da açıram və 10 yazdı. 10 yazdı. Əla. Nə verəcək bizə bu? Və Şelinin yıldız şeldi ben. Yox, Şerif yıldız şelin. Çox çətindir almaq. Və 10 yazdı uşaqlar. Və 9. Amma 3 dənə karakter çıxdı bir mega kutudan. Bu nədir mümkün? Haydi bir 10 üstü. Supercell, haydi bir 10 üstü. Ver. Bastım mega kutuya və bastım. 9 yazdı. Və 3-də parıldadı uşaqlar. Deyəsən Barley karakteri çıxdı. Yox, onun kostümüymüş. Və yenə belə bir əla rozet çıxdı uşaqlar. Çox əla rozetlərlə gedirik. Və bunu da açdım. Bu nə idi ala? 9 yazıb. Heç atan kimi bizə aksesuar verdi uşaqlar və neysə dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür videonun davamı üçün dediyim kimi kanalıma abunə olmayı və bu videoya like atmayı unutmayın. Hələlik dostlar, gələn videolarda görüşənədək.